Bakıda keçirilən bu forum çərçivəsində, bu 13-cü sessiya çərçivəsində iki suala həm də cavab axtarılır. Birinci sual odur ki, insanların mənzili ilə bağlı ciddi problemlər varsa, deməli, nə etmək lazımdır? Çoxlu evlər tikmək lazımdır. Çoxlu mənzillər tikmək lazımdır. Düzdür, birinci budur. Amma ikinci problem çıxır. Və çoxlu evlər, çoxlu mənzillər tikəndə, bu da BMT-nə rəqəm verir ki, bu nəticə etibarilə ekoloji tarazlığın pozulmasında yardımcı olur və 34% havanın çirkləndirilməsində yeni evlərin tikilməsi prosesi rol oynayır və karbon qazı ilə 34% çirkləndirilmə baş verir. Yəni bir yandan insanların mənzili olan problemi həllini tapır, bir yandan ekoloji tarazlığın pozulması istiqamətində addımlar atılmış olur. Amma bütövlükdə çox sevindirici haldır və cənab prezident İlham Əliyev də bu fon üçün açılış sessiyasında nitqində vurğuladı ki, biz COP29 tədbirinə ev sahibliyi etdik. Ondan sonra ikinci ən böyük tədbir məhz bu tədbirdir. Və elə COP29-da əldə etdiyimiz nailiyyətləri də bu tədbir çərçivəsində biz əldə etməyə ümid bəsləyirik. İndi hörmətli həmkarım Azər müəllim toxundu. Cənab Prezident çıxışında beynəlxalq ictimaiyyətə Azərbaycan onun paytaxtının yəni həm qədimliklə müasirliyin bir harmoniyasını yaşadığını söylədi. Konkret faktlarla bunu söylədi. Şamaxının timsalında, oradakı məscidin timsalında söylədi. Sonra söylədi bunu Gəncənin timsalında, Naxçıvanın timsalında, Atabəylər dövlətindən üzbəri və bunu Şəkinin timsalında, bugünkü Bakının timsalında, İçəri şəhərdən biraz kənara çıxan kimi, İçəri şəhər bizim qədim Bakıdır. Müasir bir Bakı ilə üz-üzə qalırsan, yəni bütün bu reallıqlar hamısı söylənildi.